Azərqaz İstehsalat Birliyi vacib məlumat yayıb. Doğru xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir. Yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə bəzi ərazilərin qazı kəsiləcək. Bildirilib ki, hazırda Səngəçal ümumi ölçü qovşağının Qarabağ rayonunun Səngəçal qəsəbəsi, Umbaqi qəsəbəsi yol evləri və bağ evləri yaşayış massivləri təbii qazla təmin olunur, lakin qeyd olunan ərazilərin qaz təchizatında gecə saatlarından başlayaraq noyabr ayının 20-si günün axırına qədər bəzi ərazilərdə təmir işləri ilə əlaqədar qazın verilişi dayandırılacaq. Yaranacaq fasiləyə görə Azərqaz İstehsalat Birliyinin rəhbərliyi həmin ərazilərin abonentlərindən üzr istəyir. Cəlilabad rayon İcra Hakimiyyəti məlumat yayıb. Doğru xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir. Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandırılacaq. Qeyd olunur ki, noyabrın 20-si səhər saat 10-dan 13:00-a qədər 110 kV-lıq hava elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Cəlilabad rayonunun 3 yaşayış məntəqəsinin Alar, Günəşli və Sabirabad kəndin elektrik enerjisi təchizatında fasilə yaranacaq. Yaranacaq fasiləyə görə Azərişıq əməkdaşları həmin ərazilərin abonentlərindən üzr istəyir.